Bismillahirrahmanirrahim. Mənə bir video göndərdilər. Orada bir nəfər iddia edir ki, müxbir sual verir ki ona, bəs Qurani Kərim səhv yazıla bilməz? Və o cavabında Allahın kitabını bilsəydi əgər, xeyr, çünki Allah bunu qoruyur deməyin əvəzinə, bəli, mümkündür, deyə cavab verir. İndi gəlin görək Qurani Kərim bu haqda nə deyir? Qurani Kərim bu haqda belə buyurur. Bismillahirrahmanirrahim. La ya'tihil batulu min beyni yedeyhi və la min xalfihi tenzilun min hakimin hamid. Bu Allahın kitabıdır. Ona nə öndən, nə arxadan, heç bir tərəfdən batil gilə bilməz. Yəni səhv yazıla bilməz. Tenzilun min hakimin hamid. Çünki o hikmət və həmd olunan tərəfindən indirilmişdir. Hikmət sahibi olan və həmd olunan Allah tərəfindən indirilmişdir. Başqa ayət nə deyir? Bismillahirrahmanirrahim. İnna nahnu nazzalna zikra və inna lehu lehafizun. Biz bu Kur'anı indirdik və biz də onu qiyamətə qədər qoruyub saxlayacağıq. Başqa bir ayət nə deyir? Bismillahirrahmanirrahim. Zəlikəl kitabu la raybə fihi hudəllil muttaqin. Bu elə bir kitabdır ki, onda şək, şübhə yoxdur. Səhv yazıla bilməz. Mümkün deyil. Və o müttəqinlərə, Allahdan qorxanlara düzgün yol göstərən bir kitabdır. Əgər bir insan Qurani Kərimi haqqıca bilsəydi, heç vaxt Qurani Kərim səhv yazılması mümkündür sözünü işlətməzdi. Esselamu Aleyküm.